Hoş geldiniz. Bugün sizi bedene sevgi meditasiya yolculuğuna aparacağım. Bedenimiz mükemmeldir. O olduğu kimi idealdır. Eğer biz bedenimizi qəbul etmesek, özümüzün büyük bir hissesini inkar etmiş olaraq. Eğer biz bedenimizi zəhərləsək, bütün varlığımızı zəhərləmiş olaraq. Eğer biz bedenimizi cezalandırsaq, daxili dünyamızı da cezalandırmış olaraq. Bedenimiz bizimle olan bir münasibətdir. Ona ne kadar sevgi bəxş ediriksə, karşılığında da bir o kadar sevgi alırıq. İndi gözlerinizi yumun, derin nefes alın ve nefesinizi yavaşça bırakın. Derin nefes al, ver. Temiz havanı daxiline çəkirsən, çirkli havanı çölə atırsan. Derin nefes al, ver. Nefes alarkən fərəhi daxiline çəkirsən, nefes verərkən darıxmağı çölə atırsan. Derin nefes al, ver. Sevinci daxiline çəkirsən, kədəri çölə atırsan. Derin nefes al, ver. Dinçliyi daxiline çəkirsən, yorğunluğu çölə atırsan. Derin nefes al, ver. İdeal beden üçün apardığınız mübarizədən vazgeçməyə icazə verin. Qüsursuz gözəlliyə çatmaq üçün çəkdiyiniz yükü bırakın. Bedeninizle bağlı olan bütün qorxularınızı qəbul etməyə icazə verin. Və özünüzə deyin: mən bedenimin yeterli olmamasından qorxuram. Mən çirkin olmaqdan qorxuram. Mən artıq çəkili olmaqdan qorxuram. Bütün bunlar sizin bir hissənizdir. Bunu inkar etmeyin, sadece qəbul edin. Bu qorxulardan qaçmağa, onları gizlətməyə artıq ehtiyac yoxdur. İndi təsəvvür edin ki, sizin en çok qorxduğunuz beden versiyanız qarşınızda dayanıb ve o sizden sevgi istəyir. Belki bu versiya sizin artık çəkili, en zayıf veya en güsurlu versiyanızdır. Ve o uzun zamandır dikkatinizi çekmeye çalışır. O əslində sizin enerjinizi koruyur ve size hatırladır ki, bəzən siz özünüzü unutursunuz. Ve o sizi hədsiz derecede mübarizə aparmaqdan koruyur. İndi bu versiyanıza sevgiyle bakın. Onun size ne kadar hizmet ettiğini görün. Bu hisse sayesinde siz sağlam qidalanmağa başlayırsınız. Bu hisse sayesinde siz idman etmeye başlayırsınız. Ve bu hisse sizi özünüze daha çok qayğı göstermeye çağırır. O incedir, kövrəkdir. O sizden sevgi ve qayğı istəyir.
O sizdən daha az tələbkar olmağınızı istəyir. O sizdən özünüzə qarşı daha mərhəmətli olmağınızı istəyir. İndi özünüzə ən səmimi şəkildə deyin. Səninlə daha mübarizə aparmıram. Səni sevirəm. Sənin mənə verdiyin dəyəri görürəm və səni qəbul edirəm. Bədəniniz sizin qəbul etdiyinizi görür. O, sizin sevginizi hiss edir. İndi təsəvvür edin ki, bədəninizlə danışa bilirsiniz. O qarşınızda bir işıq topu olaraq dayanıb. Bədəninizin sizə nə demək istədiyini eşidin. O sizdən nə istəyir? O sizdən hansı sevgini gözləyir? İndi bədəninizdən üzr istəyin. Əziz bədənim, məni bağışla. Mən səni görürəm, mən səni hiss edirəm. Səni sevirəm və bundan sonra sənə qayğı göstərəcəyəm. Bədəninizin reaksiyasını hiss edin. O sizi eşidirmi? O sizi duyurmu? İndi bədəninizlə sevgi içində ünsiyyətdə olun. İndi sinənizin tam ortasında istilik hiss edin. Bu sevgi enerjisidir. Və bu sevgi enerjisi bütün bədəninizə yayılır. İndi özünüzü qucaqlayın. Bədəninizə sevgi ilə sarılın. Ona həmişə onun qayğısına qalacağınıza söz verin. Dərin nəfəs alın. Nəfəsinizi bir qədər tutun və yavaşca nəfəsinizi buraxın. Və indi yavaş-yavaş indiki ana geri dönün.